biraz ağır sual ola bilər, amma sizin işiniz torpaqlandır. Əkirsiniz, becərirsiniz, torpağa gübrə verirsiniz və məhsul götürürsünüz. Bir də var, insan öz yaxınlarını torpağa verir. Hətta belə bir deyim də var, torpağa tapşırmaq kimi bir deyim var. Yəni, bir neçə dəfə doğmalarının vəfatına şahid olan Fərman Quliyev necə ayaqda qalmağı bacarır? Yəni, bu möhkəmliyin sirri nədədir? Əvvələn o, insanın təmiz olmağıdır. İnsanın halal çörək yeməyidir. Halal çörək yedirtməyidir. Haram üzrə heç vaxtı xoşbəxt ola bilməz insan. Onun nəsli də ola bilməz. Atam bizi təmiz böyəldi. Təmiz çörək verib bizə. Halal çörək verib. Mənim övladlarım da halal çörəklə məşğul. Bax, indi mənim bir oğlum, iki oğlum vəfat edib, bir oğlum elmlər namizədidir. Lənkəran Dövlət Universitetində dərs edir və başqa işi də var, işləyir. Burada da dərs deyir. Nəvələrimdən 4'ü də ali təhsil alıb. Biri İngilis dili, Rus dilidir. O biri yaxşı mühəndis, injinerdir. O biri psixologiya üzrə nəvələrimdir. Təhsil alırlar, qutarır. Özə 5 ilə əla ilə oxurlar. Mənim də qazancım budur. Bu təmiz ideya, təmiz nütvə, təmiz halal çörək, təmiz ailənin inkişafına səbəb. Sizə bu da əyanı göstərirəm sənə. Bəli, bəli. Bundan sonra mən nə deyim? Görkən kəndə nə bələdçi?